Bizden Size kanalında her birinizi hoş gördük değerli izleyiciler. Size yine oldukça vacip, şok faktlara esaslanan son haberleri çatdırırıq. Əvvəlcə xəbər başlıqlarına nəzər salaq. Erməni komandir nə üçün və hansı səbəbdən dolayı yenə müharibə olacağını dedi. Amerika Birləşmiş Ştatları jurnalisti Patrick Lancaster Qarabağdakı vəziyyətlə bağlı şok faktları açıqladı. Zəngəzur buna görə Azərbaycana veriləcək. Əziz izləyicilərimiz, videomuzu diqqətlə sona qədər izləməyinizi tövsiyə edirəm. Bu kimi videolardan vaxtında xəbər tutmaq üçün kanalımıza abunə ola bilərsiniz. Beləliklə daha ətraflı. Ermənistanın Kənd Təsərrüfatı Naziri deyib ki, kapitulyasiya aktı bizi çörəksiz qoydu. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanat əslində İrəvanın kapitulyasiya müqaviləsi Ermənistanı taxıl bitkiləri ilə bağlı ciddi problem qarşısında qoyacaq. Bunu Ermənistanın keçmiş Kənd Təsərrüfatı Naziri Artur Xaçaturyan erməni kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib. Onun sözlərinə görə 2017-2018-ci illərdə Degirdə təxminən 135-150 min ton taxıl istehsal olunub ki, bunun da 100 min tondan çoxu Ermənistana ithal edilib. Stat, sazişdən sonra başqa ölkələrdən çörək almalı olacaq. Rusiya belə taxılı bizə dollarla satır. Dolların hazırki məzənnəsini nəzərə alsaq, təsəvvür edin, bizim nə qədər böyük problemimiz olacaq. Nəticədə taxıl və çörəyin qiyməti kəskin artacaq. Xaçaturyan həmçinin qeyd edib ki, bir ölkənin Kənd Təsərrüfatı Nazirliyinin olmaması şizofren düşüncəsidir. Stat, Ermənistandan başqa dünyada elə bir kənd təsərrüfatı ölkəsi yoxdur ki, Kənd Təsərrüfatı Nazirliyi olmasın. Növbəti vacib xəbərimizə keçid alaq dəyərli izləyicilərimiz. Zəngəzur Azərbaycana bu cür veriləcək. Ermənistanın kapitulyasiyası erməni xalqının son 100 ildəki tarixinin ən biabırçı səhifəsidir. Bunu Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov deyib. 44 günlük müharibə boyunca hökumət xalqı aldatdı. O 100%lik saxta informasiya verdi. İrəvan ateş açmayan silahlar, raketi olmayan təyyarələr aldı. Nikol Paşinyansa onun qarşısında self etdi. İlham Əliyev Paşinyanın gözündəki qorxunu tutdu. Paşinyan indi Əliyevə heç nə deyə bilmir. Onun bunun üçün cəsarəti yoxdur. Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk deyə o bildirib. Dəyərli izləyicilər, bu xəbərimizdə isə sizə Amerika Birləşmiş Ştatları generalının dediyi şok fikirləri təqdim edirik. Qərb gərək Qarabağla bağlı üç tərəfli bəyanatın icrası zamanı Bakının mövqeyini dəstəkləsin. Bunu Amerika Birləşmiş Ştatlarının Avropadakı qoşunlarının keçmiş komandanı General-Leytenant Ben Hokes deyib. O, Qarabağda beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu bildirib. Stat, Azərbaycanlılar erməni icmasının təhlükəsizliyini təmin etmək və onların mədəniyyət yerlərini mühafizə etmək öhdəliyini götürüblər. Bizim ümid etməyə əsaslarımız var. Bugün 30 mindən çox erməni Azərbaycanı vətəni sayır. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Qərb və şərq arasında yeganə yerüstü dəhliz Azərbaycandadır. Əslində bu Qaradəniz regionunun iqtisadi potensialının daha böyük inkişafı üçün açardır və Qərb gec qalmamalıdır. Yenə müharibə olacaq. Bunu erməni komandir deyib. Kəlbəcər rayonu 9 noyabr 3 tərəfli razılaşmasına əsasən bir neçə saat sonra noyabrın 25-i saat 00-dan etibarən düşmən tərəfindən boşaldılmalı və Azərbaycanın nəzarəti altına keçməlidir. Hazırda Kəlbəcərin işğalından sonra orada qanunsuz yaşayan mülki işğalçılar və düşmən ordusunun qalıqları rayonu tərk etməkdədir.
Kəlbəcərdə dolaşan və ermənilərin evləri, infrastrukturu yandırıb bu torpaqları necə tərk etdikləri haqda reportajlar hazırlayan Amerikalı jurnalist bloger Patrick Lancaster Ermənistan ordusunun kəşfiyyat batalyonunun kazarmasını necə boşaltmasından bəhs edir. Bu həmin jurnalistdir ki, müharibə başlayandan bəri Qarabağda dolaşır və ermənilərin əzab çəkdikləri barədə reportajlar hazırlayıb YouTube kanalında yayır. O, hərbi əməliyyatların dayandırılmasından əvvəl Amerikaya geri dönsə də, görünür sonradan ermənilərin verdikləri iyanə hesabına yenidən Qarabağa dönüb və bu dəfə erməni əhalisinin öz evlərini tərk etməyə məcbur olduqları barədə reportajlar hazırlamaqla məşğuldur. Bir sözlə, bu Amerikalı Qarabağdan Azərbaycan əleyhinə qızışdırıcı, təxribat mahiyyətli reportajlar hazırlayıb yayan Rusiyalı jurnalist Vargonzo layihəsinin müəllifi Azərbaycanın hüquq mühafizə orqanlarının barəsində cinayət işi qaldırıb axtarışa verdiyi Semyon Pegovun oxşarıdır. Amma nədənsə Azərbaycan hüquq mühafizə orqanları hələ ki Lancasterin fəaliyyətinə diqqət yetirmirlər. Hərçənd onun reportajlarında düşmənin fəaliyyətləri və işğal etdiyi ərazilərdən çəkilərkən nələr törətdiyi haqda faktları da görmək mümkündür. Beləliklə Amerikalı Baqdasaryan nə vaxtsa yenə müharibə olacağına da inanır. Əziz və dəyərli izləyicilərimiz, bu videomuzun da sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkürlər.